Hər vaxtın xeyir olsun. Qeyd eləyək ki, Ombudsman aparatı tərəfindən insan hüquqları aylığı elan edilib. Belə ki, 18 may, 18 iyun tarixləri aralığını təşkil edəcək. Belə ki, insan hüquqları aylığı ilə bağlı 18 iyun tarixi əsas prioritetdir. Çünki Prezident İlham Əliyevin 2007-ci il 18 iyun qərarı ilə artıq bundan sonraki istiqamətdə insan hüquqları aylığı kimi təyin olunub və bu aralıqda insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Eyni zamanda belə deyək, maarifləndirmə işləri görülür müvafiq qurumlar tərəfindən, Ombudsman aparatı tərəfindən isə belə deyək, mütəmadi olaraq məktublar ünvanlanır həm mərkəzi, həm də yerli icra hakimiyyətlərinə. Artıq bu istiqamətdə Ombudsman aparatından vurğulanır ki, artıq aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin ölkəmizə qoyduğu beynəlxalq müqavilələrin dayanıqlı inkişafla bağlı belə deyək, məsələlərin qüvvədə olan qanunvericilik aktlarının və konsepsiyaların və bundan əlavə erkən evlilik, zorakılıq, narkomaniya və təcavüzlə mübarizə istiqamətindədir. Eyni zamanda qeyd eləyək ki, elə bu il Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilməsi də şəhər mühitinin insan hüquqlarına birbaşa təsiri istiqamətindədir və qeyd olunan məlumat ondan ibarətdir ki, bu ilki insan hüquqları aylığı çərçivəsində insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədi ilə aylığın yekunu olaraq 2026-cı ilin 18-19 iyun tarixlərində Bakıda süni intellekt dövründə insan hüquqları, imkanlar, risklər və məsuliyyətlər mövzusuna rəhs olunan Ombudsmanların Bakı sammitinin keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması və eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi nəzərdə tutulub və bu istiqamətdə də bəyannamənin qəbul edilməsi əsas prioritetdir. Və eyni zamanda şəhid ailələri, müharibə iştirakçıları, mina qurbanları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər və bu istiqamətdə həmin insanların belə deyək, sosial mühitinin genişləndirilməsi istiqamətində müvafiq qurumlardan Ombudsman aparatının xahişi var ki, bu istiqamətdə tədbirləri genişləndirsinlər, maarifləndirmə informasiyalarını daha da çoxaltsınlar. Bəli, insan hüquqları aylığı ilə bağlı qeyd eləyək ki, bugündən artıq aylıq start götürür və 18 iyun tarixi insan hüquqları aylığı çərçivəsində gününə kimi belə deyim, davam eləyəcək. Bəli, Ombudsman aparatının yeni müraciəti və açıqlaması bundan ibarət idi. Söz yenidən səndə.